həqiqətən çoxdur. O sahədə ağır bir sahədir. Mən demirəm ki, o sahənin də kimsə daha yaxşı idarə edə bilər və s. deyə bilmərəm, amma mən bilirəm ki, ağır sahədə bu qədər problemlər bitmir. Yaxın aylarda, illərdə də bitməsini gözləmirəm. O qədər daha savadlı yanaşmalara ehtiyac var. Daha ciddi yanaşmalara ehtiyac var. Çünki günü-gündən su ehtiyatları da azalır, yağıntılar azalır. Bunun üçün Su Ehtiyatları Agentliyi problemləri bilir, həlli yolları da bilir. Amma bunları tezləşdirmək lazımdır. Bununla bağlı zamanında hökumətlə belə lazımsa parlamentə də gəlib məsələni qaldırıb bir davaya çıxmaq lazımdır ki, bu qədər vəsait lazımdır, belə eləmək lazımdır. Bütün orqanlarla bunlar daha ciddi şəkildə tələb qoymalıdırlar ki, çünki onlardan soruşulacaq bu su məsələsi. Yağış sularının yığılması ilə bağlı bir proqram var, məsələn, bu daha tez bu tikilməlidir, qurulmalıdır, yaradılmalıdır. Problemləri bilirlər, həlli yollarını da bilirlər, qanunlar da qəbul olunub, proqramlar da qəbul olunub. Amma bunun həyata keçirilməsi ilə bağlı problemlər var. O problemlər nədir? Bunları Su Ehtiyatları Agentliyindən soruşsanız yaxşı olar, amma problemlər çox ciddidir və bütün rayonlarda bu məsələ elə kəskin dayanıb ki, artıq insanlar bəzən artıq ya yolu bağlamağa çıxırlar, icra hakimiyyətlərinin qarşısına gəlirlər, bizə çox sərt bizimlə danışırlar ki, bizə su verin, amma deputat suyu ilə təmin etməlidir. Deputat aidiyyatı orqanlara müraciət edir və onlar da hər bir şeyi iqlim dəyişikliyinə bağlayırlar.